Salam, hər vaxtınız xeyir, dəyərli valideynlər və əziz şagirdlər. Hər birinizi xoş gördük. Mən bu gün sizlərə 4-cü siniflər üçün olan Zambaq nəşriyyatının monitorinq hazırlığı kitabından 1-ci bölmədəki testlərə izah verəcəm. Elə başlayaq 1-ci sualdan, ilk testdən. Deyir, hansı ədəd siniflərə düzgün ayrılıb? Biz bilirik ki, siniflərə ayrılanda 3-3 ayrılır. Rəqəmlər 3-3 ayrılır. Baxırıq A variantına. A variantında 2-2 ayrıldığına görə variantı çıxırıq. B variantına baxırıq. Bəli, 3-3 ayrılıb. Demək ki, düzgün cavabımız B variantıdır. C-yə baxırıq. 4 ayrılıb, 1 ayrılıb. C variantı da 7. D-yə baxırıq. 4 təkdir burada. 3 ayrılıb. Bu da səhvdir. Ona görə düzgün variantımız B olmuş olacaq. İkinci sualda deyir ki, 33.554 ədədini rəqəmlərlə yazın. Yazaq 33.554. Demək ki, bu hansı variantda düzgün verilib? D variantında düzgün verilib. Üçüncü suala baxırıq. 25.386 ədədində 5 rəqəminin mərtəbə qiyməti neçədir? Baxırıq. Mərtəbə qiyməti deyəndə ədədin özünü yazırıq. Daha sonra sağında neçə rəqəm varsa, bir o qədər sıfır atırıq. Demək ki, 3 dənə rəqəm olduğuna görə 3 dənə də sıfır atırıq. Bu da A variantında vermiş olublar. Daha sonra 4-cü suala baxırıq. Deyir, boşluğa hansı ədəd yazılmalıdır? Boşluğa hansı ədəd yazılmalıdır? Təbii ki, minlik soruşursa 80 minlik var. Ona görə də B variantı olmuş olacaq. Deyir, doğru bərabərliyi seçin. Bizdən doğru bərabərliyi istədiyinə görə baxırıq. 4386. A variantında 4386. 4000-li, 300-lü, 810-lu, 6 təkli. A variantı düzgündür. Digərlərinə də baxaq hər ehtimala qarşı. 7 10 minlik yazıb. Xeyr, 7251-dir. Deməli, 10 minlik yox, minlik olmalı idi. B variantını çıxırıq. C variantına baxırıq. 5 minlik, bir onluq, bir onluq yox, bir yüzlükdür. Ona görə də C variantında çıxırıq. D variantına baxırıq. 6 yüzlük yox, 6 minlik, 6382-dir. Ona görə də D variantında çıxırıq. Doğru variant A variantı olmuş oldu. Daha sonra baxırıq 6-ya. Hansı ədəd 4825 ədədindən böyükdür? Elə göründüyü kimi A variantında gördüyümüz kimi 8425 4825-dən böyükdür. Ona görə variantımız A olmuş olacaq. Daha sonra 7-yə baxırıq. Bir dəqiqə. 18349 ədədini minliklərə qədər yuvarlaqlaşdırdıqda hansı ədəd alınır? Baxaq. Minlik burada 8-in üzərinə düşür. 8-in sağına baxırıq. 3 dayanıb. 3 dayandığına görə biz bilirik ki, 0-dan 4-ə qədər olanda ədəd artmır. 5-dən 9-a qədər olanda artır. Onda burada 18. Burada da 3 dənə rəqəm olduğuna görə 3 dənə 0 atırıq. Deməli, burada da A variantı olmuş olacaq. 8-də deyir ki, boşluğa hansı müqayisə yazılmalıdır? Baxaq. Bir dəqiqə, qələm işarəsi. Bu tərəfdə var 12008, digər tərəfdə isə 1 10 minlik, 28 yüzlük. Deməli, 1 10 minlik belə yazılır. Yazıldığı kimi, bəli, belə yazılır. 28 yüzlük isə 2800 olmuş olacaq. Deməli, bu tərəf isə 12800 etmiş olacaq. 12800 böyükdür 12008-dən. Deməli, İşarə belə olacaq. A variantı olmuş olacaq. Deməli, 9-cu suala baxırıq. 46204 ədədinin oxunuşunu seçin. 46204 ədədinin oxunuşu 46000 A variantına baxırıq. 46024 yox, A variantı səhvdir. 46204 deməli, B variantı doğrudur. Hər ehtimala qarşı C-yə, D-yə də baxaq. 4624, 4000 deyil, 46000-dir. Ona görə C variantı da 7. 4204, 4204 deyil. Ona görə də D variantı da 7. İndi 10-cu suala baxaq. 10-cu suala deyir ki, boşluğa hansı ədəd yazılsa, müqayisə doğru olar. Baxaq. Deməli, 76384
böyükdür 76380 neçə? Yəni bu boşluğa hansı rəqəmi yazsaq 76384-dən, yəni 4-dən kiçik olmuş olacaq. Baxırıq 4B variantına baxırıq. 4 4-ə bərabərdir. 5 4-dən böyük olacaq. 7 də 4-dən böyük olacaq. Ona görə də avtomatik A variantı olmuş olacaq. 11-ə baxırıq. 11-ə baxırıq. 48632 ədədinin minliklər sinfindəki ədəd neçədir? Deməli, birinci, bir dəqiqə qələm işarəsi. 48632 ədədinin minliklər sinfindəki ədəd neçədir? Deməli, bu təkliklər sinfidir. Bu da minliklər sinfidir. Təkliklər sinfi bizə lazım deyil. Bizə minliklər sinfi lazımdır. Bizdən nə soruşur? Ədəd neçədir? Ədəd 48 olmuş olacaq. Sonra açıq şəkildə verilmiş ədədi rəqəmlərlə yazın. Bir dəqiqə qələm işarəsi. Deyir ki, açıq şəkildə verilmiş ədədi rəqəmlərlə yazın. Gəlin bunu rəqəmlərlə yazaq. Deməli, 8349. 8349 da C variantında olmuş olacaq. Deməli, uşaqlar, əgər izahlarımızın davamını istəyirsinizsə, kanala abunə olub bəyənməyi unutmayın. Hələlik.